Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Hər birinizə Allah-u Teala'nın salamı olsun. Allah edilən itaət və ibadətləri inşallah ki, ən ali dərəcədə qəbul eləsin. Həmd o Allah'a olsun ki, o Allah bizə nəsib elədi ki, bugün onun evində ona ibadət eləyə bilirik. Və həmd o Allah'a olsun ki, o Allah bizim ibadətlərimizdən ehtiyatsızdır. Və həmd o Allah'a olsun ki, o Allah bizə yenə də lütf və mərhəmət elədi ki, biz bugün ehtimal olunan Qədr gecəsində ona ibadət etmək fürsətini əldə eləmişik. İnşallah ki, sakitliyə riayət olunması üçün, Allah-u Teala'nın bizdən bu məclisi qəbul etməsi üçün Peyğəmbər və Ali Peyğəmbərə bir layiqli salavat ehsan eləyək. Bildiyiniz kimi, əzizlər, inşallah ki, bugün ən çox ehtimal olunan Qədr gecəsi olunaraq bilinən gecəyə yığışmışıq. Və Allah-u Teala bu gecəni Qur'an-ı Kərimdə vəsf eləyərkən onun Bismillahirrahmanirrahim Leylətul Qadri xayrun min əlfi şəhr, onun 1000 aydan da daha xeyirli olduğunu bildirir. Allah bizə bu gecə çox xüsusi bir fürsət verir. Necə ki, Allah-u Teala özünün Qur'an-ı Kərimdə bağışlayan olduğunu, bəndələrini əff edən olduğunu bildirir. Allah-u Teala'nın bəndələrini əff etməsi üçün bəndələrinə verdiyi ən xüsusi fürsətlərdən biri məhz bu gecədir. Əlbəttə, biz bu gecə barəsində bir o qədər də mərifət sahibi ola bilmirik. Çünki gecənin xüsusiliyi o qədərdir ki, onun fəziləti barəsində danışsaq da, fəzilətinin tamamını bilmiş olmarıq. Amma bunu bilərik ki, Allah bizə bugün bir fürsət verib ki, onunla olan münasibətlərimizi düzəldək. Yəni, bir il boyunca ki, biz Allaha qarşı bəzi mənada günahlar elədik, o yenə bağışladı. Bəzi mənalarda, bəzi anlarda çox ondan uzaq düşdük, o yenə də bizi bağışladı. Hər bir şeyə rəğmən Allah bizə fürsət verdi, bu gecəni bizə nəsib elədi. Əgər Allah bizə bu gecə bura yığışmaq fürsətini veribsə, bunu anlamış olsaq, bu özü özlüyündə əvəzsiz bir nemətdir. Bugün bu gecə bağışlanmaq gecəsidir. Qur'ana diqqət edeyim. Qur'an-ı Kərimdə Yusuf surəsində Həzrət Yusuf buyurur ki, qardaşları ki, onu tanıdıqdan sonra səhvlərini etiraf edirlər. Həzrət Yusufdan bağışlanma istəyəndə Həzrət Yusuf buyurur ki, qalə, belə deyir ki, lə təsribə aleykumul yevm. Deyir, bugün sizə heç bir məzəmmət yoxdur. Yəğfirullahu ləkum. Allahdan bağışlanma istəyin, Allah sizi bağışlayar. Və huvə ərhamur rahimin, o mehribanların ən mehribanıdır. Baxın, bir mənada biz bənzətmə eləsək, məhz bizim üçün də həmin gündür. Allah bizi əsla məzəmmət eləmir. Deyir, necə olsan da mənim qapıma gəl və sənə mənim qapıma gəlmək imkanını vermişəmsə, bil ki, səni bağışlayacağım. Amma mənə qarşı ümidli ol, nikbin ol. Nikbin ol. Nikbin olmağın da odur ki, mənə ümid bağla. Həzrət Peyğəmbər buyurdu ki, husnuddanni billahi an la tarcuva illallah və la təxafa illa zəmbək. Allaha qarşı nikbin olmağın mənası budur ki, Allahdan başqa heç bir şeyə ümid bağlamayasan və öz günahından başqa da heç bir şeydən qorxmayasan. Amma Allaha ümid bağlayasan. Bu gecə bizim ümid gecəmizdir. Çünki biz bu il ərzində, bundan əvvəlki illər ərzində anladıq ki, bütün qapılar bağlana bilər üzümüzə. Bir çox yerdə ki, biz qapı var deyə düşünmüşük, o qapılar bağlana bilər. Təkcə bizə təmənnasız olaraq mehriban davranan,
bizə lütf eləyən Allahdır ki, nə qədər günah eləsək belə, əgər günahımızı anlayırıqsa və istiğfar eləyiriksə, onun bağışlanma qapısı bizim üzümüzə bağlanmır. Bu xüsusi fürsəti bizə təkcə Allah verir. Və yadımızda saxlayaq ki, İmam Əli əleyhissalam buyurur ki, çox xüsusi bir hədisdir. Çox möhtəşəm bir hədisdir. İmam buyururdu ki, cəhənnəm günahkarların yeri deyil. Yəni, insanlar günah eləyir deyə cəhənnəmə düşmürlər. Cəhənnəm günah etdikdən sonra istiğfar eləməyən, yəni Allah mütəaldan bağışlanma istəməyən və günahlarında israr eləyən bəndələrin yeridir, günahkarların yeridir. Yəni, insan əgər günah eləyibsə, Allahdan istiğfar eləyib bağışlanma istəyirsə, Allah onu bağışlayar. Elə günah eləyir deyə Allah onu cəhənnəmə atsın. Belə bir Allahımız yoxdur bizim. Belə bir Allahımız yoxdur. Bir yandan ki, bizim Allah barəsində etiqadımız belədir ki, və əyyubə iznədə rabbəhu ənni məssən yəzdur və əntə ərhamur rahimin. Bütün çətinliklər və sıxıntılar Həzrəti Əyyubə üz verəndə, bu qədər sıxıntıların müqabilində Allaha sığındı. Dedi ki, ilahi, mənə bir çətinlik üz verir, bir sıxıntı üz verir. Sən də mehribanların ən mehribanısan, bu qədər. Yəni, mənim çətinliyim nə qədər sıxıntım böyük olsa da, mənim sənin kimi böyük Allahım var və etiqadım budur ki, bütün çətinliklərin sənin rəhmətinin böyüklüyü müqabilində çox kiçikdir, çox kiçikdir. İndi biz də belə düşünək ki, ilahi, doğrudur, biz günahkarıq. Biz günahkarıq. Əbu Həmzə Sumali duasında deyir ki, ilahi, baxanda öz günahlarıma qorxuram. Qorxuram ki, ilahi, mənim aqibətim necə olacaq? Bu günahla necə eləyəcəm? Amma elə ki, sənin rəhmətini görürəm, sənin kərəmini görürəm, sənin mənə olan mehribanlığını görürəm, bu qorxum aradan gedir. Onun yerini rahatlıq əvəz edir. Deyirəm ki, bəli, mən günahkaram, amma səndən bağışlanma istəyirəmsə və bu bağışlanma istəyini sən mənə vermisənsə, sənin kimi ağa axı mümkün deyil ki, bağışlanma imkanını versin, amma bağışlamasın. İmam Hüseyin əleyhissalam ki, Ərəfə duasında deyirdi ki, ilahi, sən mənə nemət verməyə başlayanda, mən hələ yada salınası bir şey deyildim. Sən mənə o vaxt nemət verirdin ki, heç atamın, anamın, özümdən xəbərim yox idi. İndi bir halda ki, sən mənə o vaxtdan nemət vermisənsə, mən necə inana bilərəm ki, sən məni bağışlamazsan? Bu axı mümkün deyil. Əlbəttə, mən bağışlanmağa layiq olmaya bilərəm. Hər birimiz etiraf eləyək Allaha bu gecə. Bu gecə bizim etiqadımız budur ki, bir illik müqəddəratımız mühürlənir. Allaha etiraf eləyək ki, ilahi, ola bilər ki, mən bağışlanmağa layiq olmayayım. Heç belə bir iddiam yoxdur. Amma bu ümidi sən mənə bəxş eləmisən. Bu ümid ki, mənə vermirsən, inana bilmərəm, sən məni bağışlamayasan. Və axı sənin Allahlığın bağışlamağa layiqdir. İmam Səccəd əleyhissalam buyururdu ki, Allah çöl əhlindən olan birini bu duasına görə bağışladı. Həmin adam deyir, belə dua elədi ki, ilahi, əgər mənə əzab versən, mən buna layiqəm. Mən buna layiqəm. Yox, əgər sən məni bağışlasan, sən buna layiqsən. Ona görə Allahdan həmişə dua eləyəndə gərək belə istəyək ki, ilahi, bizimlə öz ağlımızla rəftar eləmə. Öz ağlımızla rəftar eləsən, aqibətimiz yaxşı olmaz. Və Qur'ana baxırıq, Qur'an deyir ki, Allah bütün qəmlilərin qəmini aradan aparandır. Hüzünlülərin hüznünü aradan aparandır. Həzrət Yunus nə dua elədi? Dedi ki, la ilahə illa ənt. Həqiqətən ilahi, səndən başqa Allah yoxdur, sənin şərikin yoxdur.
Subhanak, sən paksan, münezzəhsən. İnni kuntu minəz zalimin. Mən özümə zülm eləmişəm. Bu etirafdan sonra Allah müteal necə cavab verdi? Allah buyurdu ki, فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ. Biz Yunus'un bu duasını qəbul elədik və onun hüznünü aradan apardıq. Bizim Allahımız belədir. Və deyir, وَكَذَٰلِكَ نُنْجِ الْمُؤْمِنِينَ. Biz möminlərə bu cür nicət veririk. İlahi, bəli, etiraf eləyək ki, biz səni o zaman yadımıza salırıq ki, çətinliyimiz çox olur. Amma yenə də çətinlikdə belə sən icazə verirsən ki, biz səni xatırlaya bilirik. Bir adam belə dedi ki, and olsun Allaha ki, Allah filankəsi etdiyi günahlara görə bağışlamaz. Filankəs ki, bu qədər günah eləyib, Allaha and olsun ki, filankəsi bağışlamaz. Deyir, Allah vəhiy nazil elədi ki, həmin dövrdə yaşayan Peyğəmbərə ki, o kimdir ki, mənim adıma and içir ki, mən filankəsi bağışlamaram. Mən filankəsi etdiyi günahlara rəğmən ki, məndən istiğfar elədi, bağışladım. Kim ki, dediyə mən filankəsi bağışlamaram. Həmin adamın əməllərini məhv etdim ki, necə ola bilər ki, mənim bəndəmdə mənə qarşı naümidlik halı yaratdı? Necə ola bilər ki? Yəni, Allah bizə Qur'an vasitəsilə möhtərəm elçilərinin, peyğəmbərlərin və imamların vasitəsilə bildirir ki, mən sizə fürsət vermişəm ki, sizi bağışlayacağım. Yetər ki, mənə güvənin, mənə inanın. Etiraf eləmək qabiliyyətiniz olsun. Deyək ki, ilahi, yenə də gəldim sənin huzuruna. Əlbəttə, sən istəyən kimi gəlməmişəm. Çünki sənə layiq deyil mənim əməllərim. Amma necə də olsa sınıq salxaq bir qəlblə gəlmişəmsə, yenə yolumu sən məsciddən salmışsan. Elə bilərdin ki, mən heç burada olmazdım. Heç sənin zikrin mənim dilimdə olmazdı. Elə bilərdin ki, icazə verməyəsən ki, mən səni xatırlayım. Ola bilərdi. Amma Allah bizlə belə danışmır axı. Bir dövrdə bir adam var idi, hamı onu belə deyək, günahkar deyəndə bir yerdə birinci el onu göstərirdilər. Necəsə olur, bir yerdə əza məclislərindən birində onu dəvət edirlər. Xətib xütbə eləyir, xütbə zamanında bir söz işlədir ki, deyir, Allah bizimlə elə danışır ki, Quranda, bizə elə məhəbbət göstərir ki, əlbəttə Allah hər şeydən ehtiyatsızdır, amma bizə elə məhəbbət göstərir ki, sanki bizim ona məhəbbətinə, bizim onun məhəbbətinə ehtiyacımız var. Amma elə aparır ki, sanki onun bizə məhəbbətinə ehtiyacı var, bizim məhəbbətimizə. Əlbəttə, Allah hər şeydən ehtiyacsızdır. Amma Allah bizlə iftitah duasında da bu var. Deyir, ilahi, sən mənim məhəbbətimi soraqlayırsan, mən isə sənə üz çevirirəm. Sən məni dəvət edirsən, mən o dəvətə cavab vermirəm, səninlə düşmən kimi davranıram. Və sanki özümü elə aparıram ki, mənim sənə ehtiyacım yoxdur. Halbuki hər an və hər saniyə mənim sənə ehtiyacım var. Deyir, bu adam nə qədər günahkar olsa da elə ki, bu sözləri eşidir, dərhal halı dəyişir, çıxır məclisdən. Heç kim də bilmir hara gedir. Məclis də davam edir. İndi bilmirlər də hara getdi. Bu xətib ki, çıxır gəlir evə birdən axşam indi hər yuxuya inam olmaz da, bir də var sadiq yuxu, yəni doğru yuxu. Yuxusunda yatır, gör ki, buna deyirlər ki, get həmin adamı tap. Həmin adamı tap, həmin adam bağışlanır. İndi səhər olur, bu da durur ki, mənim boynumda vəzifədir ki, mən həmin adamı tapmalıyam. Axtarır, tapa bilmir. Üçüncü gün axır tapır, bir qəbristanlıqda tapır. Görür ki, artıq son nəfəsləridir. Həmin o günahkar olaraq tanınan adam bunu görən kimi deyir ki, səni 3 gündür göndəriblər, indi gəlib çıxırsın. Bu o deməkdir ki, Allah artıq onu bağışlayır, bağışlamaqla da yanaşı Allah bir kəramət də verir. Bizim Allahımız belədir. İnsan ola bilər ki, bu qədr gecələrində bir yerə məsələn gedərsən, məsələn, yol hardasa bilərsən ki, filan yerə getməliyəm, filan şəhərə 10 günə gedəcəm. İndi bir nəqliyyat vasitəsi də olar ki, sən oraya 10 günə yox, məsələn,
2-3 saata gedərsən. Bu mübarək qədr gecələri də bizim ilahi mərifətə çatmağımız üçün bax belə bir vasitədir. Ayrı günlərdə ki, çox zaman lazım olur, çox əməl lazım olur. Mübarək qədr gecələrində Allah ki, deyir Quranda, biz Quranı mübarək gecədə nazil elədik. Qədr gecəsini deyəndə bərəkətli gecə deyir. Onun bərəkətinin bir təcəllası da budur ki, uzun yolu, yəni ilahi mənəviyyata çatmaq yolunda uzun bir yolu bu gecənin nümunəsində çox qısa bir zamanda gedə bilər. Çox qısa bir zamanda. Bu gecənin ki, müstəhəb oxunan dualarından biri Cövşən-i Kəbirdir. Allahın 1001 adına and verib ondan hacətlərimizi istəyirik. Orada deyirik ki, ey müsibətlər zamanı mənim ümidim. Ey sıxıntılar və çətinliklər zamanı mənim dayağım. Ey qürbətdə mənim dostum. Biz hərdən elə bilirik ki, qürbət deyəndə hökmən başqa bir yerdə olursan ki, şəhərdə, orada sənin tanıdığın bir adam yoxdur. Qürbət sadəcə bu deyil bizim dualarımızda. Qürbət budur ki, hər kəsin ən qürbətli zamanı, sıxıntılı zamanı həmin zamandır ki, onu dəfn eləyib gedirlər. Ərəfə duasında İmam Hüseyin əleyhissalam deyir, ilahi, məni özündən başqasının ümidinə buraxma. Məni kimin ümidinə buraxacaqsan? Yaxınlarımı, onlar məni qoyub və gedəcəklər. Dostlarımı, onlar məni dəfn etdikdən sonra məndən uzaqlaşacaqlar. Yəni, mənim qalacağım yer ki var, məkan ki var, məskən ki var, orada səndən başqa heç kimin mərhəmətini ümid bəsləyə bilmərəm. Biz bunu bugün anlayaq. Biz bunu indi anlayaq ki, həqiqətən də dünyada Allahdan və bizdən başqa bir adam yoxdur. Allahdan və bizdən başqa heç kim yoxdur. Bu mübarək qədr gecələrində Allah bizə bunu anlatmaq istəyir ki, deyir ki, siz bilin ki, mən sizə bir fürsət verirəm, o fürsət də bundan ibarətdir ki, mənimlə münasibətlərinizi düzəldin. Mən sizə bir mərhəmət göstərirəm, mehribanlıq göstərirəm. Onu sizi sevdiyini iddia edən heç kim sizə göstərməz. Bu gecənin xüsusi əməllərindən də biri budur ki, hamı ki, burada indi çox adam əyləşir, nə yaxşı olar ki, hamı dua eləyəndə birinci yanındakı adamı dua eləsin. Dua eləsin ki, ilahi, yanında əyləşən adamı bağışla. Onun üçün qonşularını yada salsın, qohumlarını yada salsın. Ən sonda özünü dua eləsin. Bilirsiniz niyə? Çünki deyir ki, Kuleyni bir hədislə nəql edir ki, deyir, Ərəfatda Abdullah ibn Cündəbi gördüm, ona dedim ki, bəs Ərəfatı sənin kimi keçirən, dua ilə keçirən ikinci adamı görməmişəm. Haçan baxıram, dua edirsən. Deyir ki, and olsun Allaha ki, Abdullah ibn Cündəb deyir ki, mən başqalarını dua edirəm. Yəni, başqaları üçün dua edirəm. Sən ki, görürsən, mən dua edirəm, Allahdan başqaları üçün istəyirəm. Deyir, çünki mən İmam Musa Kazım əleyhissalamdan eşitmişəm ki, əgər bir adam başqası üçün dua eləsə, göydən nida gələr ki, mələklər belə nida eləyərlər ki, sən ki, başqası üçün bir şey istədin, onun üçün istədiyinin 100 qatı sənin üçün olsun. Deyir, mən ona görə belə dua edirəm ki, mən bu 100 qat xeyri əldə edeyim də, özüm üçün istəyərəm, özüm üçün bilmərəm, qəbul oldu, olmadı. Amma bu 100 qat xeyirdən əminəm ki, Allah başqalarını dua etdiyim üçün mənim də duamı qəbul eləmiş olar. Bu gecələrdə ona görə xüsusən bir-birimizi dua edək. Bu gecələr mərhəmət və şəfqətin ən ali nümunəsidir. Ən ali nümunəsidir. Və nə gözəl olar ki, İmam Əli əleyhissalamın münacatı ki var Allahla, ilahi, mən deyir, ilahi, sən baqisən, sən hər zaman varsan, mən faniyəm, bugün varam, sabah yoxam. Fani olana, baqi olandan başqa kim mərhəmət göstərər ki? Sən ağasan, mən nökərəm.
nökərə ağadan başqa kim rəhm edər ki? Sən qalibsən, mən məğlubam. Məğluba qalibdən başqa kim mərhəmət göstərər ki? Görün Allahla nə gözəl danışır. Biz də öz dilimizdə danışaq. Məxsusən öz sözlərimizlə danışaq. Bu münacatı da eləyək. İlahi, mən bu mübarək ayda məsələn zəifliklərimi bildim ki, sənə qarşı doğru eləməmişəm. Deyək ki, ilahi, ümumiyyətlə mən sənsiz necə yaşamışam, bu özü bir dəhşətdir. İnsan bir ömür yaşayar, onu sevən və onu sevdiyini hər nişanədə göstərən, günəşi onun üçün çıxaran, ayı onun üçün çıxaran, yağışı onun üçün yağdıran, hər bir şeyi onun ixtiyarında verən Allahın sevgisindən bir xəbər ola insan. Qədr gecəsi gələ, Qədr gecəsindən bir xəbər ola. Bu böyük dərddir. Ona görə biz bu gecənin və bu günlərin qədrini bilməliyik. Elə Qədr gecəsinin bir mənası da budur ki, qədr qiyməti bilinməli olan gecədir. Və biz bunu bilməliyik ki, Allah ki bu fürsətləri ki verir, biz amma bilmirik ya, sonra bu fürsət bizdə yenə olacaq, yoxsa olmayacaq. Bir mənada həm ömrə etibar yoxdur, digər mənada da biz həyatımızı bilmirik, yaxı sabah nə olacaq. Ona görə əlimizdə olan neməti və fürsəti bugün dəyərləndirməyi bacarmalıyıq. Ən azından niyyətimizi bilməliyik. İlahi, mən bura gəlmişəm bağışlanmaq üçün, sənsiz yaşaya bilmədiyimi etiraf eləmək üçün, səninlə olan zəif münasibətimi daha da gücləndirmək üçün, sənə olan ilahi mənəviyyat yolunda ki, yolçu olmağa çalışıram, bu yolda daha mətin addımlarla irəliləyə bilmək üçün. İmam Zeynul Abidin əleyhissalam buyururdu ki, La əmələ illə biniyyə. Heç bir əməl niyyətsiz olmaz. Biz də bura gəlmişiksə, niyyətimiz budur ki, ilahi, mənə icazə ver ki, mən fitrətimə qayıda bilim, özümə qayıda bilim. Özümüzə qayıda bilsək, hər şey yaxşı olacaq. Quran baxın nə deyir? Deyir ki, öz üzünü fitrətində olan dinə tərəf yönəl. Yəni, o fitrətdə ki, Allah sənə fitrətən bizə bir paklıq vermişdir. O paklığı biz günahlarımızla bəzən aradan aparırıq. Və çox adam da o paklığı daha da ibadətlərlə inkişaf elətdirir. Ona görə bu gecələrin qədrini bilək. Kifayətlənməyək bu gecələrdə. Allahdan nə istəyiriksə, ən yüksəyini istəyək. Ən uca olanı istəyək. Çünki bizim Allahımız və Xaliqimiz elə bir Allahdır ki, onun mülkü hər bir şeyi əhatə eləyir. Kumeyl duasında deyir ki, La yumkinul firar min hukumətik. İlahi, sənin mülkündən çıxmaq mümkün deyil. Hara getsən, sənin mülkündür, sənin hakimiyyətindir. Belə olan halda bu gecələrdə ən üstününü istəyək. Ən üstün birinci imandır. Allahdan iman istəyək. Və bizim məsumlarımız deyir ki, Allahdan can sağlığı istəyin. Allahdan can sağlığı istəmək lazımdır. Və bu Qədr gecələrinin əməlləri bilirsiniz, nəyi xatırladır bizə? Bu əməlləri eləyəndə diqqət eləsəz, içimizdə bir mənəvi ab-hava yaranır. Adam görərsəni, deyərsən ki, mən bunu haradasa görmüşəm, elə bil əvvəldən tanıyıram. O həmin mənəvi ab-hava da belədir. İbadət elədikcə, biz axı bu dünyaya məxsus deyilik. İçimizdə yaranan o mənəvi ab-hava ki var, İçimizdə olan bəzən o darıxmaq hissi olur. Elə bir ayrı yerdən gəldiyimizi hiss edirik, darıxırıq. O həmin mənəvi ab-hava, bu ibadətlərin feyzi bizim içimizdəki o hüznü aradan aparır. Mübarək Ramazan ayında gündəlik oxuduğumuz dualarda ki var, deyir ki, İlahi, hüzünlü olanların hüznünü aradan apar. Bir çox dua uzundur da, İnşallah ki, birazdan o dua hissəsində həmin duanı deyərik. Həmin hüzün, bax, bu hüzündür. Yəni, təkcə dünyəvi hüzün yox, adam var, onun hər şeyi var, rahatlıq tapa bilmir. Maddi baxımdan hər şeyi var, amma rahat hiss edə bilmir özünü. Çox adam var.
Həmin bu ilahi olaraq bizim üçün təyin olunan bu gecələr ki var, həmin hüznü aradan aparmaq üçün ən uyğun yoldur. Ola bilər, məsələn, bir nəfər, belə deyək də, ibadətlərində səhlənkarlığa yol verir. Bu gecə Allahla olan həmin münasibətini düzəldə bilər, həmin səhlənkarlığını aradan apara bilər. İçimizdə nə doğru deyilsə, onları bu gecə Allaha etiraf eləyək. Etiraf elədikdən sonra da Allahla bir əhd eləyək. Bu əhdi də belə eləyək ki, ilahi, sən icazə vermə ki, mən başqa bir qapıya gedim. Və mən də söz verirəm ki, çalışacağım ki, sənin qapından başqa bir qapını gözüm görməsin. Hamımızın belə təcrübələri var. Hər qapıya əl atmışıq, axırda Allahın qapısına gəlmişik. Axı, bu Allaha qarşı doğru rəftar deyil. Əvvəldən Allaha olmalıdır etimadımız. Allaha olmalıdır inamımız və imanımız. Allah belə olan halda heç bir bəndəsini yarı yolda qoymaz. Mümkün deyil qoysun. Mümkün deyil qoysun. Və bu mübarək gecələrin bir mənası da budur ki, bizim ki Allahla liqaullah, Allahla görüşümüz var. Bu görüşü hər birimiz qəbul edirik. Çalışaq ki, bu gecələrdə Allahla dostluq rabitəsi qurmağa çalışaq. Məsələ bizim acizliyimiz deyil, biz onsuz da acizik. Bu mövzu deyil. Əksinə, Hz. Musa əleyhissalamı Allah belə vəhy elədi ki, deyir ki, səni özümə yaxın hesab eləməyimin, özümə dost etməyimin səbəblərindən də biri buydu ki, bir gün sən Şüeybin qoyunlarını otarırdın, qoyunlardan biri sürüdən ayrı düşdü. Sən qaçdın ki, onu tutasan, biraz əziyyət çəkdin, sənə əziyyət verdin. Tutandan sonra dedin ki, özünü də yordun, məni də. Təvazökarlıq göstərdin. Bir sənin həmin o təvazökarlığına görə mən səni özümə dost qərar verdim. İndi biz öz acizliyimizi etiraf edəyək. Allahdan belə dua elə ki, ilahi, məni özümə əliboş qaytarma. Çünki mənim özümdə heç bir kəramət yoxdur. Məni öz mərhəmətinlə ki, əhatələmisən, mənə icazə ver ki, mən bu mübarək ayın digər günlərinin də feyzini ala bilim. Allahdan belə dua eləyərək istəyək ki, ilahi, xüsusən də birinci dostlarımızı dua eləyək ki, ilahi, o adamlar ki, biz onları tanıyırdıq, artıq dünyadan köçüblər, onları qəriq rəhmət edin inşallah. Allahdan belə dua eləyək ki, ilahi, yaxınlarımız ki var, onlara can sağlığı ver. İlahi, bizə nəsib elə ki, növbəti qədr gecələrində də sənin evinə yığışıb, sənə ibadət edə bilək. Bizə nəsib elə ki, biz sənin verdiyin neymətlərin fərqində olan bəndələrindən olaq. Bizə nəsib elə ki, bizə verdiyin neymətlərin şükrünü eləyə bilək. Bizə nəsib et ki, bizə verdiyin neymətləri digərləri ilə də paylaşa bilək. Bizə nəsib elə ki, biz öz gözümüzdə kiçilməmiş, başqalarının gözündə ucalmış olmayaq. Bizə nəsib elə ki, o adamlar ki, bizdən dualar istəyirlər, sıxıntıları var, onların hacətlərinin həyata keçməsini və sevincini görə bilək. Bizə nəsib elə ki, zəmanənin imamının xidmətçilərindən ola bilək. Bizə nəsib elə ki, Qur'an və Əhl-i Beytdən ayrı düşməyək. Bizə nəsib elə ki, sənin Beytullahın, sənin evinin ziyarətini və sənin yanında ehtiram sahibi olan Peyğəmbərlərinin və imamlarının ziyarətini eləyə bilək.